Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiz? İnşallah ki, yaxşısınız, bir şükürlər olsun. Yaxşıyıq, hal-hazırda deməli, həm hipermarketdən gəlmişik, həm də ki, Gold Qayaldan gəlmişik. Nələr almışamsa onları göstərəcəm. Sonda, yəni məbləğləri də deyəcəm sizə. Harda, nə qədər yəni istifadə eləmişik. Deməli, belə bir sığınaq almışıq. Oradan görsənir, yaxşı. Hı? Belə bir kola, bir salamla da səsin gəlsin. Salam aleykum herkese. Bunu birinci dəfə də aldım. Pomidor turşusudur. Çox qəşəng xırda-xırdaydı, çox xoşuma gəldi. Belə bir qaroq aldım. Doğrudan bu günləri 8 Mart idi. Gold Qayalının hiperdə nəsə ad günü idi, bilmirəm neydi, neydi, hər ikisində də. Belə bir süt aldım Atena'nın. Bunu məktəbə gedəndə hər gün suyun apardığım üçün bundan çox aldıq. Çünki orada ucuz olur. Bunu əvvəlfəz alıb özünə, belə bir şey alatım. Verəcəm, belə bir sarı kök almışam. Sonra bunu əvvəlfəz çox xoşlayır. Çörəyi çəkir, yiyir, istəyir çörəyi, tostlarda yiyir. Sonra belə bir qaymaq almışam. Bu Kənanın vazgeçilməz şonkası. Hələ biri qutarmayıb burada. Yox, yalnızca qoyursan, heç işlətmirsən də. Sonra bir Millan qatılır. Həmişə Atena alıram, bu dəfə nəsə Millan götürdüm. Bunu Hüseyin alıb özünə, sarı qızdı nədir. Yenə meyvə suları çıxdı buradan. Gördüyünüz kimi bir yanda bunu belə bir şey. Şöyle qabağını tutmuşsan, gərək o yandan yığardın, qəşəng düşərdi. Bu все, bu qədər. Bunlara vermişik bu boyda pulu. Necə? Ondan sonra. Ya meyvə tərəvəzdə almaq istəyirsən? Meyvə tərəvəz də almışlar. Bir dəqiqə mən baxım. Yox, dedi pulunda yaşıq yox. Bir dəqiqə onları kənara qoymuşdum. Badımdan çıxıb. Deməli, badımcan almışam. Belə. Biber almışam. Xiyardır. Burada biraz sarımsaq var. Sonra kök almışam. Bilmirəm istədiyim şeydir. Kilosu 1 manat 15 qəpikli kökün. Deməli 2 manat 1.99 xiyardır, melikdir. Nə var? Badımcandır. Badımcan da ki 3 manat 20 qəpik çox baha idi. Bilmirəm nə dərəcədə bahadır. O biraz ucuzlusu da var idi. 2 manata xoşuma gəlmədi. Onun qiyməti 1.85 idi. Toklar 1.85. Çox yerdə 2.20-dir, orada 1.85-dir, 2 litrli idi. 3.20 biberdir. Bu yadımda süt 1.75'e aldım. 0,5% idi. O endirime düşmüştü. O biri digərləri yadımda değil. Sonra kivi aldık oradan. 4.50'ye idi mənə kilosu. Bilmirəm bazarlarda qiymətlər necədir, müqayisə edərsiniz də. Deməli bu 4 dənəsi 1.40'a. Çox bu qədər bax. Bu bazarlığa deməli baxın, biz bunu vermişik. Görürsünüz. Baxın belə. Deməli qiyməti 47 manat 36 qəpik vermişik. Ancaq bunlara hipermarketdə də oradan. Ən ucuz hipermarket. İndi keçirəm Gold Qayalıya. Deməli indi sizə Qayaldan aldıqlarımı göstərəcəm. Belə bir sultan düyüsü aldıq. Bu 7 manat neçəsə olmalıdır. Səhv eləmirəmsə yadımdadır. Neçədir? 2 kiloluqdur. Hə. 2 kilosu 7 neçə, ola bilməz. Bu belə torbalarda biraz ucuzdur. Sonra belə kokteyllər, bunları elə öyrəşmişəm ki. Çox dadlıdır, amma dadı əsl kokteyl olur. Kokteyl dadı gəlir əməlli başlı. 1 manat 50 qəpiyyədir. Biri də biri. Açın. Bu ora aid deyil, bunu Kənan çoxdan almışdır. Maşında qalmış atmışım. Tomat blendonun yadımda deyil bu neçə. Bu necə yeyirlər, düzdür. Onu yoğurtun içine atır, elə yeyir, elə eləmədi. Bunun için atın. Sonra belə bir xiyar almışıq, duzlu xiyar. 2 manat idi səhv eləmirəmsə. Şokimokin belə bir şokolad yağını aldıq. Bu 5 manat 56 qəpik idi səhv eləmirəmsə. O isinəmişə, bir adam qaldı deyək, heç olmazsa və geçsin. Sonra mərcanın toyuğunu almışıq. Biz ancaq mərcanın hissələrini istifadə edirik. Toyuq olsun, hissələr olsun, mərcanınkini. Qoy o biri kuloku da. Bir aldı verdə kuloku Kənan. Bir oradadır kuloku. Deməli, o bir kuloku göstərim. Qayaldakı. O tərəfdə. Marujna almışıq, həşiri çıxıb. Burada kokteyl eləyəcəyik. Kokteyl eləyəndə çəkək Kənan. Çəkib onu göstərərik. Belə bir sabun saskalarını almışıq.
Belə ketçup 3 manat neçəsə qəpik olmalıydı. Sonra belə bizim süfrənin mayonezi Bu da 4 manat ərvəpəzin deyil. neçəyə düşmüşdü. Belə bir şeydir. Yox, Onu qatırsınız buna. Ha. Amma elə belə ayrı-ayrı yemək də istəyirlər. Birinin dadına baxdım Bunu oğlan. mən həmişə göstərmişik biz bunu. 13 manat 60 qəpiyə. Bu şey, Sözü hacı ərəb qayındır. 2 dənə belə kapçonlu, bir dənə də belə. Əvvəlfəz bugün yatmayıb, bütün gün nasıl zır. Ancaq zırıldıyıb hər şey. Belə kalvasalarımız var. Sonra bir dənə də belə mərcanın toyuğu. Sonra burada qanadımız var. Biraz bunları almamışıq. Bunları biz Bravo'dan alırıq. Ona görə çox almamışam. Ümumiyyətlə az almışam. Çox az müvəqqəti o hələlik istifadə eləmək üçün. Bravo'ya gedəndə inşallah alacağıq. Sonra zeytun almışıq belə. Gəlir biraz suyunu da tökərdik. Bu bütün yapışıb bir-birinə əzilib şeylərin içində. Daha sonra gəlir ki, kololuq un almışam. Bismatan. Un oldu hər yer. Belə yantar almışam. Labne geydə. Labne. Oradan klöpgör varsa qayalının bir də. Daha sonra bunu belə bir pendir almışam. Bunu səhərlər Hüseynə gedəndə buterbrod düzəldirəm. Klöp qalıbsa bir də Hüseynə gedəndə elə bir ki buterbrod düzəldirəm. Hər gün hazırlığa da qalır, gec gəlir. Saat 2-də səhər çıxan, 2-də günorta gəlir. Onun üçün düzəldirəm, orada yeyir uşaq. Belə klokumuz hələ bitməyib, yenə gəlir. Bunları bunu da göstərim. Bir dənə kağıt almışıq. Bunu göstər oradan. Bu hə. Bu 2.70 idi özü, ucuzuydu. Ucuzuydu bu. Deməli belə bir şeydir. Dubai tortdur da, bu hə nə yazır üstündə? Dubai şokoladlı desert gedir də bu. Desert gedir. Lay şeylərdir. Hə, ucuzuydu. Bu qiymətə inanmırdım heç. Yəni bax belə bir şey yekəlikdədir. Ora vəbşə o dükkanın mağaza, çox ucuz mağaza. Sonra belə göstər oradan 4 dənəli yoğurt. Bir dənə çörək almışıq. Biz birim çörək aldıq ancaq. Çox. Gətir də. Çünki mən məbləği deyəcəm ona uyğun. Baxın belə banan var. Bananın kilosu üstündə var deyə deyəcəm. 3 manat 9 qəpik. Bu pomidordur. Pomidor. Kilosu nə qədərdir? 29, 3.30 da. 3.30. Kilosu 4.50-yə idi. Kilosu 4.50. Kilosunu deyirsən. Mandarin yaman bahalaşıb. Mandarin kilosu 3 manat idi. Yəni 2 manata zada alırdı da 1.60-a. 1 manat 2-yə. Hə. Soğan nə var orada? Soğandır. Soğan neçədir? Kilosu deməli. Kilosu 1 manat. Yox, kilosu 80 qəpikdir. Bu eləyib 1 manat 5 Sən ona qəpik. baxma, ancaq kilosunu görün. Öz kilosu qiyməti nə qədər? Kartoşka 80 qəpik idi. Onu bilirəm ya. Yox. 1.10. 1.10, hə. O 80 şeydə idi deyəsən. O kartuşkanın evindən də asılıdır. Armud 3 manat idi. Biz hamısından biraz alırıq. Çünki həm orucluqda yeyən yoxdur, həm də həqiqətən bizdə az tükənir və sonra qalır xarab olur. Apelsin 1 manat 70 qəpik idi. Bitdikcə alırıq yəni. Yox? Bitdi. Bu qədər. Bazarlığımız bu qədər. Bəs buranın çeki yoxdur səndə? 150 manat idi o şey. Yox, oradakı 50 manat tutdu. Bu indi 99 manat 96 qəpik. 100 manat da bura tutdu yəni. Qotqaylıdan aldıqlarımız 100 manat, bir 50 manat civarında da o tutdu da. Hipermarketdən aldıqlarımız. Allah hər birinizin ruzu və bərəkətini bol eləsin, canınız sağlam olsun. Allah bütün tutulan orucları qəbul eləsin, ibadətləriniz, namazlarınız qəbul olsun inşallah. Allah hamınızın ruzunuzu bol eləsin ki, ürəyiniz istəyən bütün nemətlərdən faydalana biləsiniz. Cümləmizin ruzu bərəkəti yenədirəm, bol olsun inşallah. Nə arzularınız varsa Allah bu Ramazanda hamımızın arzusuna çatdırsın. İçi biz qarışıq inşallah. Belə. Bugünkü vlogumuz da bura qədər olsun. İndi birazdan ya da istəyirsən bir kokteyl də düzəldək, bu vloga qataq, sonra sabahlaşarıq onda. Deməli, sırası hər şey yer-bir elədik, tez bazar. Bir də ən mühüm məsələ, kanala abunə olmağı, rəy yazmağı, xahiş edirik, dəstək olun. Mütləq. Hamıdan çox xahiş edirik, öz fikirlərinizi də yazın. Problem deyil, tənqid də eləyə bilərsiniz. Təhqirsiz təbii ki, o bizə yaraşmaz elə şey. Nəsə səhvlərimiz varsa deyin, onları növbəti çəkilişdə düzəldək inşallah. Məncə bu çox olacaq hamısı. Çox olur.
Bəsdir də, hələlik bəsdir, saxla. Aslında böyle bir şey yok. Yox, tök getsin. Nəyə çox olacaq? Sonra süsü dalı gelecek çok. Yo, tök. Orada heç yarım stakan şey yox idi. Çünkü bu böyle. Oho. İndi deməli çox dadlı olur da. Yəni bu əlavə qatqıya mən xoşlamıram. Kimsə ola bilər ağız dadını. Amma yəni çox dadlı. Bu marojnada ayda kağızını göstərək. Gösterdik de böyle aldığımız orijinal. Yox, kağızın bir dənə üzr istəyirəm göstərim. Çünki mən bizi nəyə görə deyirəm? Mən çox marojna almışam. Yəni bu dadda olmayıb da. Ya buzu çox olur, yağlılığı az olur, ya yağlığı çox olur, nə bilim, şirinliyi az olur. Ya sırf bu var ha, bu kağız. Bax, yadınızda saxlayın. Bu kağızın parıltılısı da var. 15% yazılıb üstündə. İndi bir tərəfi cırılıb 15%-dir. Yəni çalışın 15% yazılan parıltılı almayın. Bu mat olandır da, yəni parıltısız olandır. Çox parıltılı deyil kağızı. Çiyələyi də almışıq. Bayaq yadımızdan çıxdı bunu göstərmək. Hüseyin bunu uca girən kimi qoymuşdu. Umvanika. Çiyələyi də qatırıq. Ona görə yaddan çıxmışdı. Yediyorsan çiyələyi yuyub. Hə? Yeməmsən? Bayaq yemədin, bəs götürüb. Bir dənə yemirsən? Ala bir dənə deyim. Az var deyir mənə. O çiyələyi heç indiki sezonda yemək mənasızdır. Bizim bananları əlavə edirik. Banan da yeri gəlmişdi. Neçə idi? 3 manat 10 qəpik. Qəpik də var idi. Bananları Sən doğrayırıq. də sözünü. Deyim ki, buradan aç. Hə, olur da. İndi Mən hətta kim buradan istəyir. öyrəşmişəm, atam ona görə deyir, dostum deyir buradan aç. Mən həmişə buradan açıram. Hamı da mənə deyir ki, niyə oradan açırsan? Vallahi belə öyrəşmişəm. Əslində meymunlar da oradan açır Firuzə. Bu təhqir kimi qəbul eləmə. Sağ ol. Yəni mən onu görmüşəm. Bu arada bir dənə qəşəng kanaldan hazır olun. Bəli, vlog Qəşəng gəlir. Onu vlog demirik gəlir. sizə. Ona görə deyirik abunə olun. Çox maraqlı cütlü videolar gələcək inşallah, ailə videoları. Oyun, prizlər, sürprizlər falan. Yəni maraqlı yayımlar olacaq. Bu blenderın əslində öz Ola bilər ki, canlı yayımda açaq eləyək onu. O da olar. Səhifənin aktiv Hə, olmalı. ola bilər. Niyə də olmasın? Qoy saxlayım. Verirəm də. İki. Bizim kokteyllərimiz hazırdır. Bizə nuş olsun, göz haqqımızı alırıq. Belə. Deməli bugünkü vlogumuz da bura qədər olsun. Allah hər bizdən razı olsun. Ruzu və bərəkətiniz bol olsun. Kanalımıza abunə olmağı unutmayın. Like eləyin. Gözəl videolarımız gələcək. Bir də Hüseyni də Asamere kanalı var TikTokda. Bəli. Onu da izləyin. Asamer Hüseyn. Hüseyn yazırsınız. Baxın bunu Orada yeyəcək. orada yeyəcək. Asamer eləyib, çəkiliş eləyib göstərəcək. Belə bizimlə qalın. Bir sonraki vlogumuzda görüşərik. Allah'a əmanət olun. Sağ olun. Sağ olun. Salam aleykum, necəsiz? İnşallah ki, yaxşısınız. Bir şükürlər olsun, yaxşıyıq. Deməli, hal-hazırda sizə yeni bir vlog başlatdım. Düzdür, vlogu çəkmişdim. Üstündən indi edit eləyib səsimi yazıram sizlər üçün. Biraz söhbət eləmək istədim. Deməli, iftar süfrəsi hazırlayırdım. Hazırlamışkən də dedim, çəkim sizi də vlogsuz qoymayım. Uşaqlar o bir tərəfdə səsləri gəlirsə, üzrü sayın, oyun oynayırlar nəsə. Belə, mən də fikirləşdim, gün ərzində ayolana fikirləşdim. Biz qadınlar ümumiyyətlə, yəqin ki, hər kəsin problemidir ki, həmən gün nə pişirəcəksə, onun bütün gün fikrini çəkirik ki, görəsən bu gün nə pişirək ki, hər kəsə xoş olsun. Özü bizdə də ümumiyyətlə uşaqlar, düzdür, Hüseyin çox seçici deyil. Əvvəllər ümumiyyətlə seçici deyildi də, hər şey yeyirdi. Amma son zamanlar nəsə seçici olmağa başlayıb. Yəni ki, bir də görürsünüz ki, elə şeylər var ki, yediyi şeyləri deyir ki, yemirəm. Amma əvvəlfəz bizdə ömür boyu seçici olub. Çox seçirdi. Adam bilmir ki, nə bişirsin ki, həm o yesin, həm biz yeyək, hamı yesin, hamıya da xoş olsun. Nəysə, belə düşündüm ki, kotletlə püre hazırlayım. Daha sonra da yanında püre elədim. Düzdür, yenə də püre yemirlər. Hüseyin ümumiyyətlə püre yemir, bilmirəm niyə. Amma qızarmasını yeyir. Hüseyin yeyir, amma əvvəlfəz qızarmasını da yemir. Ancaq inanırsınız restorana aparım, orada kartoşka free olsun. Hə, onu da yeyəcək. Amma belə xoşlamırdı, bu uşaq yemir. Nəysə, şeyi yemədilər, düzdür, püreni yemədilər, amma kotletindən yedilər.
Belə sizdə vəziyyət necədir? Uşaqlar necədir? Kapriz eləyən var sizdə də. Allah təki bu gözəl Ramazanda hər birimizin ruzi və bərəkətlə bol eləsin. Hamı öz istədiyi yeməkləri bişirib yeyə bilsin inşallah. Allah ev arzusunda olanlara ev nəsib eləsin. Övlad arzusunda olanlara tezliklə övlad nəsib eləsin. Nə bilim, sonra kimi işə ehtiyacı var, işə düzəlsin. Ruzi və bərəkət ehtiyacı olanlara Rəbbim bol ruzi bərəkət versin. Xəstə olanlara Allahdan şəfa diləyirəm. Tezliklə şəfa tapsınlar. Belə başınızı ağrıtdımsa üzrü sayın. Biraz mahnı qoyun, belə baxın. Birazdan yenə söhbətimizə davam eləyərik. Bu arada zəhmət olmasa çox xahiş edirəm, kanalımıza abunə olmağı unutmayın. Like eləyin, çox xahiş edirəm. Əziyyət deyilsə çoxlu komment yazsaz bizə bir o qədər də yaxşı olar. Öncədən təşəkkür edirəm. Bu da bizim bugünkü iftar yeməyimiz. Göz haqqınızı halal eləyin. Biz süfrəmiz açdıq. Allah olmayanlara nəsib eləsin inşallah. Allah bütün acları doyursun. Allah bütün oruclarımızı, ibadətlərimizi, namazlarımızı, oxuduğumuz Quran, etdiyimiz duaları Rəbbim qəbul eləsin inşallah. Göz haqqınızı da halal eləyin. Kanalımıza da abunə olmağı unutmayın. Like eləyin inşallah. İnşallah daha yaxşı vloglarla, daha yaxşı yeməklərlə Allah nəsib eləsin. Daha yaxşı çəkilişlərlə qarşınızda olarıq. Bir sonraki vlogumuzda görüşərik. Kanalımıza abunə olmağı unutmayın. Like eləyin. Allah'a əmanət olun. Sağ olun.